Bu videodan sonra hər kəs qatığı özü evdə hazırlayacaq və stəkanda belə bərk qatığı necə hazırlamaq olarsa, mən indi sizə deyəcəm. İlk öncə südü qaynadarkən biraz çox qaynadın. Qaynağa düşən kimi söndürməyin altını. Biraz qaynadın ki, tərkibində su azalsın ki, qatıqdakı bərk alınsın. Sonra belə stəkanlara əlavə edirəm qatığı. Və yığıram hara? Airfryerin qabına. Bəli, biz bu qatığı airfryerdə mayalayacağıq. Yığıram qaba. Məndə 5 ədəd stəkan sığır bu qabın içinə. İndi ölçüsünə görə baxın da siz nə qədər istəsiniz o qədər eləyin. Bu arada airfryerdə şabalıda bişirmişəm. Bu da çox gözəl alınır. 15 dəqiqə bişir. Bilirəm ki, hamının sobasının içi qab-qacaqla dolu olur və o qabları boşaldıb orada şabalıd bişirməyə hamı ərinir. Ona görə də mən də bu şəkildə yoxladım və gördüm ki, çox da gözəl alınır. Siz də əgər sobada bişirməyə ərindirsinizsə, airfryerdə bişirə bilərsiniz. Belə, indi keçək əsas məsələyə. Südə barmağınızı salırsınız və 7-yə kimi sayırsınız. Əgər 7 saniyə barmağınız istiliyə dözürsə, demək ki, südü artıq mayalamağın vaxtıdır və evdə qatıq olmalıdır. Bu qatığın üzərinə biraz süd əlavə edib durulduruq və hər stəkanın içinə 1 çay qaşığı qatıq əlavə edib yavaşca qarışdırıram. Mən kənarından əlavə edirəm ki, üzərinin qaymağı qarışmasın ki, üstündə qalsın. Belə yavaşca qarışdırırıq və məndə qatıq mayalama rejimi var. Əgər sizdə bu yoxdursa, airfryer 40 dərəcəyə qoyub, hətta 35 deyərdim, daha yaxşı olar. 35 dərəcəyə qoyub 4 saat qoyursunuz rejimi və bu şəkildə mayalaya bilərsiniz. Çıxandan da sonra üzərini streçləyirəm və soyuducuda 24 saat saxlayıram.